Gözəl bir kitab oxumuşdum. Hər şey beyində başlar və kitab başdan ayağa insanın beyninin nələrə qadir olmasından və ümumiyyətlə beyin hansı hallarda necə işləyir, hansı hallarda inkar edir, hansı hallarda hər şeyə açıqdır və sair kimi təlimatlandırılmalardan ibarət idi. Çox bəyənirəm və hər kəsə tövsiyə edirəm bu arada. Və orada belə bir detal var ki, ümumiyyətlə hər şey beyində başlayır. Və bir çox psixoterapiya və eyni zamanda terapiya növləri var. Saat xudu, çakra təmizlənməsidir, bioenerjidir, teta healingdir. Hətta son zamanlar bəlkə siz də görmüsünüz sosial mediada suda şəfalanma növləri və bu kimi bir çox detallar, access the barsdır, ailə dizimidir və ən sayda davam etmək olar ki, terapiya növləri çıxarıb. Psixoterapiya ilə ümumiyyətlə bunların necəsə bir əlaqəsi varmı? Və dediniz ki, məsəl üçün mesmerizm düşünülürdü ki, bu formadadır, amma alimlər tədqiqat apardı və gördü ki, elə deyil. Və nəzərə alsaq ki, hazırda bu istiqamətdə tədqiqatlar gedirmi ümumiyyətlə teta healing və bu kimi sahələr üzrə? Yoxsa bu sadəcə belə deyək də müasir kapitalizmin qurbanına çevirməyə çalışdığı növlərdən biridirmi?